Hər birinizi salamlayıram. Bu günlərin biz sizinlə Sovet rejiminə qarşı xalq hərəkatı, eyni zamanda formal müstəqilliyin ləğvi haqqında danışacağıq. Bu mövzular əvvəlki kitablarda daha uzun-uzadı verilirdi, amma son nəşrlərdə demək olar ki, çox az məlumat verilir. Məsələn, biz qeyd eləmişik ki, aprel çevrilişindən sonra bolşeviklərin törətdiyi cinayətlər. Bunlar haqqında qısa məlumat verək. Məsələn, biz deyək ki, Azərbaycan Kommunist Bolşevik Partiyası nədir? Bütün siyasi partiyaları qanundan kəran elan edir. Yəni o müsavatdır, ittihaddır, əhrardır, o kimi partiyaları mətbuat orqanları ilə birlikdə nədir? Fəaliyyətlərin qadağan elan edir. Və eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş o idarə edicilərinə qarşı nədilər? Qətllər, repressiyalar törətdilər. Məsələn, biz o dövrdə Surkaviç, eyni zamanda Usubov, Səlimov, Şıxlinski, Rəfibəyov, Ziyadxanlı, Köçərli bunlar həbs olunaraq güllələndi. Bundan başqa biz deyə bilərik ki, Xoyski ilə Ağayevi Tiflisdə öldürürlər, Cavanşiri İstanbulda öldürürlər. Bu öldürənlər də kimlər idi? Ermənilər idi, daşnaqlar idi. Eyni zamanda biz dedik ki, Paris Sülh Konfransına göndərmişdik Topçu Başov, Şeyxülislamov, Hacıbəyli, Məhərrəmov, Mehdiyev. Bunlar da siyasi repressiyalardan xilas olmaq üçün heç qayıdıb gəlmirlər. Orada da qalırlar. Bundan başqa biz dedik Məhəmməd Əmir Rəsulzadə həbs olunur, lakin Stalinin köməkliyi ilə, müdaxiləsi ilə bolşevik repressiyasından xilas olur, gedir Finlandiya 1922-ci ildə. Oradan da Polşaya mühacirət eləyir. Qeyd eləmişik ki, 1920-1921-ci il üsyanları, bəli, bunlar da əvvəlki kitablarda çox uzun-uzadı danışılırdı. İndi qısa danışılır. Məsələn, biz deyə bilərik ki, nə vaxt başladı üsyanlar? 1920-ci ilin may ayında. Gəncədə başlayır, iyunda Qarabağda başlayır. Kimlər qaldırırdı bu üsyanları? Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş milli ordu hissələrindən əhali birləşib qaldırırdı. Məqsəd nə idi? Məsələn, qeyd eləmişik Gəncə, Qarabağ, Şəki, Zaqatala. Bunlar nədir? Üsyan qalxdığı yerlərdir. Məsələn, dedik ilk dəfə Gəncədə, sonra Qarabağda, Şəkidə, Zaqatalada, Lənkəranda, Şəmkində bu üsyanlar qalxdı. Bəs yaxşı qeyd eləmişik ki, üsyanların səbəbləri nə idi? Xalq narazı idi Sovet rejimindən. Eyni zamanda Qırmızı Ordu əsgərləri qətllər törədirdi, özbaşınalıqlar törədirdi. Və eyni zamanda bu bolşeviklər neyinirdilər? Yerli şəraiti nəzərə almadan deyirik ki, iqtisadi siyasət yürüdürdülər. Eyni zamanda amansız terror siyasəti yürüdürdülər. Bu da gətirib üsyanlara səbəb olurdu. Amma buna baxmayaraq deyirik üsyanlar qəddarcasına yatırıldı. Yaxşı, bəs üsyanların məğlub olma səbəbləri nə idi? Qüvvələrin qeyri-bərabər olması. Üsyan qaldıranlar az, üsyanı yatıranlar çox. Eyni zamanda üsyanlar vahid mərkəzdən idarə edilmirdi. Ona görə də üsyanlar nədir? Məğlub oldu. Eyni zamanda biz burada yazmışıq ki, 1922-ci il ZSFSR-in yaradılması. Bəli. Deyir ki, 1922-ci ilin dekabr ayının 10-da Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası, yəni ZSFSR yaradıldı. Kimlər var idi bu ZSFSR-in tərkibində? Azərbaycan SSR idi, Gürcüstan SSR idi, Ermənistan SSR idi. Bunlar üçü birləşdi, ZSFSR yaratdı. 1922-ci ilin dekabr ayının 10-da eyni zamanda ZSFSR-in Mərkəzi İcraiyyə Komitəsi də seçildi. Aha, bəs yaxşı bu ZSFSR-in yaradılmasının nəticəsi nə oldu? Qeyd eləmişik ki, bura ZSFSR-in yaradılmasının nəticəsi. Bəli, bir növ Cənubi Qafqazda olan 3 dənə respublikanın suveren hüquqları məhdudlaşdırıldı. Yəni Ermənistan SSR, Gürcüstan SSR, Azərbaycan SSR. Bundan başqa nə olur? Yəni bu Cənubi Qafqaz respublikaları birbaşa Moskvadan asılı hala salındı. Yəni Azərbaycan zaten bizdə dedik axı müstəqilliyimiz tam olmasa da formal müstəqilliyimiz var idi. Bu ZSFSR-in yaradılması ilə formal müstəqilliyimiz də ləğv olundu. Əvvəlcə xarici siyasətdən məhrum olmuşduq. İndi həm daxili siyasətdən də məhrum olduq, xarici siyasətdən də məhrum olduq, nə bilim ticarət əlaqələrindən də məhrum olduq. Hamısı birbaşa ora tabe oldu. Bundan başqa Azərbaycan xaricdəki diplomatik nümayəndələr də ləğv olundu. Nə oldu? Neftin satışı birbaşa deyirik ki, Moskvanın nəzarətinə keçdi. Eyni zamanda qeyd eləmişik ki, SSR-nin yaradılması. Bəli, 1922-ci ilin dekabr ayının 30-da ZSFSR-dir, RSFSR-dir, eyni zamanda Belarusiya SSR-dir, Ukrayna SSR-dir. Bunlar birləşdilər, Sovet Sosialist Respublikaları İttifaqı, yəni SSR-i yaratdılar. Aydın oldu mu? Aha. Burada ayrı biz nədən danışa bilərik? 1924-cü il SSR-nin birinci konstitusiyası. Bəli, 1924-cü ildə SSR-nin birinci konstitusiyası qəbul edilir. Sonradan 1936 yazmışıq. Bəli, 1936-cı ildə SSR-nin ikinci konstitusiyası qəbul ediləcək. Hətta biz bunu adlandırırdıq. Stalin konstitusiyası və yaxud da qalib gəlmiş sosializm konstitusiyası adlandırırdıq.
Nədən söhbət gedirdi həmin bu 1936-cı il SSR-nin ikinci konstitusiyasında? İstismarçı təbəqələr ləğv olunurdu. Bu idarə etmə kimin əlinə keçirdi? Fəhlə və kəndlilər, eyni zamanda onların içərisindən çıxmış ziyalılardan təşkil olunmalı idi. Bundan başqa biz deyirik ki, həmin o ZSFSR keçdikdə sizlə 1922-ci ildə yaradılmış Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası. Həmin bax o ZSFSR ləğv olunur. Onun tərkibində 3 dənə respublika var idi. Azərbaycan, Gürcüstan, Ermənistan. Onlar müstəqil dövlət kimi təzədən birləşdirilir SSR-yə. Əvvəlcə birləşdirilib ZSFSR yaradılıb SSR-yə birləşdirilmişdi. İndi hamısı ayrı-ayrı. Necə ki, Ukrayna, Belarusiya ayrılıqda tabe idi SSR-yə. Onun kimi biz də ayrı olduq. Azərbaycan SSR, Gürcüstan və Ermənistan SSR o formada SSR-yə birləşdirildi. Yaxşı, qeyd eləmişik ki, 1937-ci il Azərbaycan SSR-nin ikinci konstitusiyası. Bəli, deyirik artıq əvvəlki konstitusiyadan fərqli olaraq bu konstitusiyada türk adı dəyişdirildi, oldu Azərbaycanlı. Türk dili də oldu Azərbaycanlı dili. Bu Stalinin şəxsən göstərişi ilə olmuşdu. Həmin bu Azərbaycan adı, Azərbaycan dili məsələsi. Bundan başqa deyir ki, vətəndaşlara geniş hüquqlar, eyni zamanda demokratik azadlıqlar verildi. Düzdür, bunların hamısı kağız üzərində idi. Nə demokratik azadlıq, SSR hara demokratik azadlıq hara, bunlar kağız üzərində olmuş bir sözlər idi. Bundan başqa deyir ki, Sovetlər qurultayıdır, Azmikdir, yəni Mərkəzi İcra Komitəsi. Bunlar ləğv olunur, yerində Azərbaycan SSR Ali Soveti təşkil olundu. Azərbaycan SSR Ali Soveti nə işə baxırdı? Heç nə, ali qanunverici orqan idi. Əvvəlcə ali qanunverici orqan hansı oldu? Mərkəzi İcra Komitəsi idi. Mərkəzi İcra Komitəsi ləğv olunur və Azərbaycan SSR Ali Soveti başlayır ali qanunverici orqan funksiyasını yerinə yetirməyə. Və eyni zamanda üzvlər də bütün vətəndaşlar tərəfindən seçilirdi. Həmin o Azərbaycan SSR-nin Ali Soveti.